İlxan bəy, iki görüş oldu. Əvvəlcə Ciddədə, sonra Ər-Riyadda. Bunlardan biri martın 11-də oldu, o birisi 24-də oldu və prinsipcə atəşkəs razılaşması əldə olundu. Əvvəlcə 30 günlük atəşkəs razılaşması əldə olundu. Hansı ki, onun parametrləri martın 11-də razılaşdırıldı, 17-də də texniki parametrləri razılaşdırılmalı idi. 24-də Ər-Riyadda isə artıq Qara dənizi əhatə edən bir razılaşma oldu. Amma gördüyümüz qədərilə bu razılaşmaların heç birinə əməl olunmur. Kimdir günahkar? Günahkar hücum edən tərəf. Həmişə belədir, işğalçı tərəf. Hı -hı. Əvvəla salamlayıram, üzr istəyirəm ki, üst geyimindəyəm, çünki mən Belarus sərhədindəyəm, meşədə, burada nəmişlikdir, soyuqdur, oradan ciddi soyuqdur. Ona görə üzr istəyirəm sizdən və tamaşaçılardan. Əziz dostlar, danışıqlar sözdədir, Mahir bəy. Bu danışıqlar səmimi danışıqlar deyil. Bu danışıqlar Trump'ın tamaşasıdır və Trump'ın tamaşasına yığılan dövlətlərdir. Onlardan biri Rusiya tərəfdir ki, böyük ümid bəsləyirdi ki, Trump gələr, nələrsə edər ki, Rusiya öz məqsədlərinə çatar və müəyyən mənada müttəfiq olan Ukraynadır. Ona görə nəsə səmimi bir şey gözləmək bu mənada mümkün deyil. Nəyə görə mümkün deyil? Mən izah edim. Əvvəla tərəflər az qala bərabər səviyyəli müharibə aparırlar. Müharibə mövqe müharibəsidir. Müharibədə tərəflərdən birinin xüsusi üstünlüyü yoxdur. Belə hallarda mövqe döyüşləri gedəndə və tərəflər təxminən eyni bərabər gücdə olanda demək, sülh olmur. Bir qayda olaraq heç bir müharibədə belə anda sülh olmur. Yəni bunu biz sizlə danışmışdıq. Rusiya tərəfinin istədiyi budur ki, bilirsiniz, onun stagflyasiyası başlayıb, yəni stagnasiya bir də inflyasiya bir yerdə iqtisadiyyatında, orada problemlər var. İrəliləyiş yoxdur, xüsusi irəliləyişlər yoxdur. Əksinə Ukrayna tərəf güclü silahlanır və böyük maliyyə dəstəkləri alır və Ukrayna döyüş bölgələrinə yeni hərbi hissələr gətirir, yeni hərbi qurumları da gətirə bilir, yəni təlimlər keçmiş yeni briqadalar formalaşdırır. Baş qərargah rəisinin dəyişdirilməsi təxminən 10 gün bundan əvvəldir, ona dəlalət edirdi ki, Andrey Yanatov korpus sisteminə keçirir. Çünki briqadalarımızın sayı da oradan çoxdur. İdarə olunmada artıq daha təmərküzləşmə, daha mərkəzləşmə baş verir. Odur ki, sualınızın cavabı belədir. Bu danışıqlar səmimi danışıqlar deyil. Bu danışıqlar Trump'ın tamaşasıdır. Trump Amerika ictimaiyyətini və seçicilərini aldatmışdır. Statistikanı da deyərəm sizə, son sosiologiyanı, sırağacınkı sosiologiyanı. Və Trump bir günə müharibəni, yəni bir sutkaya 24 saata müharibəni bitirərəm deyəndə Amerikalı seçicini aldatmışdı. Bu müharibəni bir sutkaya 1300 kilometr döyüş xəttində bir sutkaya müharibə dayandırmaq heç bir aya da mümkün deyil. O ki, qaldı Trump'ın seçicilərinin arasında keçirilən sonuncu rəy sorğusuna görə CNN bildirdi ki, sırağacın Trump'ın seçicilərindən 56% artıq Trump'ın bu işi deyəsən bacara bilmədiyini, daha doğrusu yaxşı səy göstərə bilmədiyini deyir. Amma 42% hələ də Trump'a ümidlidir və gözləyirlər ki, bu müharibəni o bitirəcək. Müharibənin bitməsi, Mahir bəy, bir də təkrar edirəm, tərəflərdən birinin xüsusi üstünlüyü olmadan qeyri-mümkündür. Çünki Ukrayna tərəf ərazilərin itirilməsinə və digər Rusiya tələblərinə razılaşmır. Rusiya tərəf də öz ictimaiyyəti qarşısında Putin bildirib ki, yəni bu müharibə xüsusi hərbi əməliyyat, deyirdilər, indi daha müharibə deyirlər. Heç olmasa bunu da gördük. Qarşılarına qoyduğu məqsədlərdən heç birinə çatmayıblar. Ona görə belə indi sülh bağlansa 9 mayda Putin deməlidir ki, mən qələbə çalmışam. Onu da deyə bilmir. Ona görə 9 maya qədər hökmən hamı gözünü çəksin sülhlə bağlı. Gediş-gəliş diplomatiyasıdır, vaxt tutmaq diplomatiyasıdır və tərəflərin ikisinə də müəyyən mənada sərf edir. Putinə siyasi mənada sərf edir, Ukrayna tərəfə hərbi siyasi mənada da sərf edir. Bax, reallıq bundan ibarətdir. Odur ki, hər hansı bir saziş, aynən razılaşma, Qara dəniz, havadan vurmamaq, enerji strukturlarına zərbə endirməmək. Əksinə, danışıqlar başlayandan ayın 11-dən üzbəri, martın 11-dən daha da şiddətlənib.
Aydındır. Siz de etiraf etdiniz ki, ortada Moskvanın Putinin bir mayın 9-una qədər qələbəsini elan etmək planı var və bu hər yanda bununla bağlı informasiyalar geniş yayılıb. Təbii biz də xəbərdarıq. Yeri gəlmişkən bu gün başqa bir maraqlı açıqlaması da var. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio'nun ki, hələ ki Amerika ilə Rusiya arasında hansısa bir yüksək səviyyəli görüşdən, danışıqlardan danışmaq tezdir. Ona görə ki, tərəflərlə, xüsusən də Rusiya tərəfi ilə biz hələ çox işləməliyik. Burası aydındır. 8 ay əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu oldu və bildiyimə görə artıq tədricən Ukrayna Silahlı Qüvvələri oradan çıxmaqdadır və indi Belgorodu hədəfə götürüb, yəni Ukrayna ordusu. Burada məqsədi nədir? Yəni bunun bir açmasını verə bilərsinizmi? Niyə məhz Belgorod? Tək Belqorod yox, yəqin Bryanskda olacaq, ola bilsin Voronezh vilayətdə olsun. Bu o deməkdir ki, Rusiya tərəf əgər doğrudan da müharibənin bitdiyini elan etmək istəyirsə və doğrudan da sülh sazişi anlamına gəlirsə və istədiyi də bundan ibarətdirsə ki, kim haranı tutubsa onunkudur, onda Rusiya ictimaiyyətinə biz bundan mesaj veririk. Onda Kursk vilayətinin təxminən 100-120 kvadrat kilometridir. Bir 60-70 kvadrat kilometrdə Belqorod vilayətindədir. 3 kənddə də oradadır. Onda Rusiyanın bu kanonik əraziləri, yəni dünyanın tanıdığı əraziləri 2-ci Dünya müharibəsindən sonra birinci dəfədir ki, başqa ölkənin silahlı qüvvələrinə və onun hakimiyyətinə tabidir. Bunun açması budur. Ondan da əlavə həm də biz dünya ictimaiyyətinə, o cümlədən qərbdə əvvəllər çəkinən, Rusiyadan çəkinən, o cümlədən Amerikalı müttəfiqlərimizi Amerika dövlətinə göstəririk ki, Ruslarla nəinki döyüşmək olar, hətta onların ərazisində də döyüşmək olar. Yəni, Rusiya tərəfi yalandan özünə nüvə doktrinası yazması ki, güya ölkəmizin bütövlüyünə, nə bilim, suverenliyinə təhlükə olarsa nüvə başlığından istifadə edə bilərik, nüvə silahlarından. Bunlar hamısı cəfəng məsələlərdir, bunlar hamısı nağıllardır, bunlar hamısı böyük ictimaiyyəti, yəni nüvənin tətbiqi məsələlərini bilməyənlər üçün quraşdırılmış oyunlardır. Biz bu mifləri məhv edirik və göstəririk ki, Rusiya ilə müharibə aparmaq mümkündür və inşallah öz ərazilərimizdə bərpa edəcəyik. Ona elə bilirəm, çox zaman qalmayıb. Rusiya daxilindəki məsələlər, Ukraynaya edilən yardımların həcminin kütləvi çoxalması, o cümlədən maliyyə yardımlarının, o cümlədən hərbi sənaye kompleksinə qoyulan yatırımlar, innovasiya, çoxlu məsələlər var ki, bunları deməyə əsas verir ki, müharibə Rusiyanın xeyrinə olmadığı kimi getdikcə daha da əleyhinə olacaq. Aha. Hörmətli tamaşaçılar, yayımızı bəyənin, paylaşın. Elxan bəy, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk vilayətinə yerləşən Suca qaz ölçmə stansiyasına endirdiyi zərbənin görüntülərini, videosunu yaydı və bildirdi ki, bu bizim Amerika ilə razılaşdırıldığımız enerji obyektlərinin qorunması ilə bağlı öhdəliklərə ziddir. Yəni, əslində birbaşa məhz Ukraynanın enerji infrastrukturuna zərbə cəhdində susladı və bildirdi ki, bizim də cavab haqqımız var, biz cavab tədbirlərini nəzərdən keçiririk. Ukraynada bu ittihama münasibət necədir? Doğrudanmı Ukrayna bu Sucanı dağıdıb? Sucada Ukrayna Silahlı Qüvvələri 7 ay başa-baş, yəni avqustun 6-sından düz martın təxminən 8-i 10-u başladı da Kurskdan çıxmaq məsələsi. Bu bizim elə qarşımıza qoyduğumuz məqsəd idi. Mən öz telekanalımızda, Voice of You kanalında demişdim ki, qışın sonunda Ukrayna oradan çıxacaq və çıxmalıdır. Çünki biz o müharibənin o sayda ordumuz yoxdur ki, onu necə deyirlər, dartışdıraq 30 kilometr uzunluğunda, yəni Rusiyanın ərazisində ərazilər saxlayaq. Bunlar hamısı yaxşı düşünülmüş məsələlərdir. O ki, qaldı Suca ilə bağlı. Suca qaz ötürmə stansiyası əgər Ukrayna tərəf partlatmaq istəsəydi, 7 ay orada olanda partladardı, çox rahatçılıqla partladardı. Bu necə məntiqdir ki, mən buradan gedəndən sonra bir də təzdən raketlə Sucanı vururam, yaxud raket dronlarla Sucanı vururam. Bunlar təbii ki, Rusiya tərəfin xoş məramlıdır, güya ki, Ukraynanın enerji obyektlərinə zərbə endirmir. Yalan deyir. Nəyi endirə bilibsə endirib. Ukraynanın demək olar ki, bütün hidroelektrik stansiyaları, su elektrik stansiyaları bu və ya başqa formada zədələniblər, bu da var. Ən böyük bizim su elektrik stansiyamız olan Zaporojye elektrik stansiyası, atom elektrik stansiyası başqadır, o işğaldadır.
Ona hətta zərbələr endirdilər. Çünki o deməli bizim kontinentimizin ən böyük tikintilərindən biri hesab edilir. O ki qaldı Zaporojye Atom Elektrik Stansiyasının bu günləri yaranan təhlükə və nədən danışmaq vacibdir. Zaporojye Atom Elektrik Stansiyasında dizel çənlərinə yanğın düşmüşdü sırağa gün. Bir təhər söndürə bildilər. Əgər onda bir hadisə olarsa, uzaq olsun, 2 milyon kvadrat kilometr radioizotopa məruz qalacaq. Yəni izotop hücumuna, radionuklit hücumuna. Təxminən Afrikanın şimal respublikalarına qədər, yəni şimal ölkələrinə qədər bir ərazini əhatə eləyir. 6 gigawatt gücündə 6, hər biri 1 gigawatt olmaq şərti ilə 6 blok Avropanın bir nömrəli ən güclü atom elektrik stansiyası, dünyanın 3-cü nömrəsi. Və inandırıram sizi ki, Allah uzaq eləsin, Zaporojye Atom Elektrik Stansiyasında nəsə bir hadisə baş verərsə, bu Fukushima, yəni Yaponiyada partlayan radionuklit sızmasından onlarla dəfə çox ola bilər. Real vəziyyət bundan ibarət. Yəni Rusiya tərəfin əvvəla dediyin ciddi almırıq biz. Biz də oradan da bilirik ki, Rusiya tərəf yeganə Ukraynaya qarşı istifadə etmədiyi, hörmətli Mahir bəy, əziz tamaşaçılar, nüvə başlığıdır. Yerdə qalan Rusiyanın nəyə gücü çatıbsa, indiyə qədər onlardan istifadə edib və Ukraynanın nəyə gücü çatıbsa, vura bilibsə də onda sıradan çıxarıb, yaxud sıradan çıxarmaq istəyində olub. Odur ki, Rusiyanın dediklərini biz ciddiyə almırıq. Biz öz işimizi görürük və görməkdə davam edirik.